Hamıya salam, xoş gördüm sizi yeni videomda. Necəsiz? Ümid edirəm ki, əlasız. Qarşıdan gələn Novruz bayramınız da mübarək olsun. Bugün biz Novruz şirniyyatlarından biri olan şəkərbura hazırlayırdıq. Anama köməyə getmişdim. Tərkibini sizlərlə bölüşmək istəyirəm. Deməli, şəkərburanın içərisinə anam əlavə eləmişdi süd, un, yağ, yumurta, bir də şəkər tozu, maya. Yəni bildiyimiz klassik şəkərbura xəmiri idi. Burada burmanı sizə göstərirəm. Yəni bilirəm ki, məndən yaxşı bilirsiniz, amma yenə də göstərmək istədim. Şəkərbura qırağını bu şəkildə vururam. Əslində daha səliqəli edə bilirəm, lakin tripodum evdə qalmışdı deyə oğlumdan xahiş elədim ki, çəksin. O da çəkmək istəmirdi. Mən də tələm-tələsik ancaq belə eləyə bildim. Burada da ürəyim istədiyi kimi çəkə bilməyib, amma idarə eləmişəm, göstərməyə çalışmışam. Amma digər şəkərburanın naxışlarını isə çox qəşəng atdım, həqiqətən də bəyəndim. Sonda onları sizin üçün göstərəcəm. Və budur, bu da nəticə. Həqiqətən də çox bəyəndim, çox qəşəng çıxdı. Bu arada əl qabiliyyətim necədir? Bu naxışları isə daha çox bəyəndim, orada gördüyünüz. Burada isə bişmiş vəziyyətidir, hazır vəziyyətidir. Məncə çox gözəl alındı. Siz də bu reseptlə eləsəniz, videonun altında qeyd edərsiniz. Bir daha bayramınızı təbrik edirəm. Gələn videolarda görüşmək ümidi ilə sağ olun.